Salam dostlar, her birinize Allah'ın salamı olsun. Bugün sizinle hafta biter yemeğini sizinle paylaşacağım. 4 adet pomidor, tavaya video kısa olsun diyene 3 adet kartofu, kalın bir tava götürmüşük. Üzerine içerisine 3 adet kartof doğramışıq. Çok da xırda lazım değil formada. Alt hissəsinə 3 adet kartof doğramışıq. 2 adet şir biber, 3 adet badımcan, 2 adet de soğan üzerine əlavə edirik. İndi isə dostlar badımcanı doğrayırıq. Əvvəlcədən kartof biraz gez pişdiyinə görə altdan doğrayırıq. Badımcanları da bu qaldığına doğrayıb kartofun üzerine əlavə edirik. 3 adet kartof bəs edir. Mən qalın tava götürdüm ki yapışmasın. İstəsəniz alt hissəsinə ət də düzə bilərsiniz. Nə toyuq əti, nə mal əti əlavə edə bilərsiniz. Badımcanları doğrayıb. Qat-qat olmalıdır. Pomidoru üst hissəyə düzürük ki, pomidorun suyu alt hissəyə də çıxsın. Eyni qaydada kartofların üzerine örtürük badımcanları. Bu qaydada. İndi isə biberləri doğrayırıq. Siz istəsəniz əgər acı biber də əlavə edə bilərsiniz. İsə biberləri bu qaydada üzerine her tərəfə tadı çıxsın. İndi isə dostlar pomidoru doğrayırıq. Soğanları eyni qaydada halqa-halqa doğrayırıq. Soğanlar bu belə qalmır ha, əriyir üzərində. Qətiyyən qaçışdırmayın. Əti qaynadıb üzerine et alt hissəsinə et də qoyun. Onda da çox gözəl dadlı olur. Et suyu da dökebilirsiniz. Dostlar, üzerine haradasa bir xörək qaşığından tuz əlavə edirik.
Tuzu da zövqünüzə görə pişəndə baxarsınız. Əgər şit olsa yenə bir də bir yarısından əlavə edirik. İndi isə üzərinə su çıxana qədər su əlavə edirik. Kıvam kodda qoyun ki, yaxşı bişsin badımcanlar. Kartof. İndi isə qoyuruq. Suyu çəkilənə qədər pişsin. Su çəkiləndən sonra üzərinə yağ əlavə edəcəyik. Yoxsa həftə becər yeməyimizin suyu çəkildi. İndi isə üzərinə bir xörək qaşığı yağ əlavə edirik. Az xodda qoyuruq ki, yağa düşsün. Biraz da yağda qalandan sonra altını söndürüb yeməyimiz hazırdır. Yemək pişdi. Həftə becər yeməyimiz pişdi, hazırdır. Çox gözəl görünüşü var, dadı da çox gözəldir. Siz də bişirib baxın, çox asan və çox dadlıdır. Xahiş edirik abunə olun. Çoxlu yorumlar yazın. Bizim də kanalımız genişlənsin, böyüsün. Sizin dəstəkləriniz bizim üçün önəmlidir. Hər birinizə buradan öz təşəkkürümü bildirirəm.